İlk cinsi əlaqədən sonra bir il müddətində hamiləlik baş verməzsə, bu sonsuzluq adlanır. Sonsuzluq dedikdə qadın və kişi sonsuzluğu nəzərdə tutulur. İstər qadın orqanizmində, istər kişi orqanizmində müxtəlif patoloji proseslərə rast gəlinə bilər ki, bunlar da müxtəlif iltihabi proses, cinsi orqanlarda olan qüsurlar, anadan gəlmə və yaxud qazanılmış qüsurlar, müxtəlif xəstəliklər, iltihabi proseslər nəzərdə tutulur. Endokrin pozğunluqlar var ki, bu da istər qadın, istər kişi sonsuzluğuna gətirib çıxarıla bilər. Və bugünkü gündə çox geniş bir halda genetik problemlər də sonsuzluqda öz yerini tapmışdır. Belə ki, hamiləlik baş verməsi üçün qadın cinsi orqanları normal fəaliyyət göstərməlidirlər. Belə ki, ovulyasiya prosesi deyən bir proses vardır ki, qadın orqanizmində gedir. Bu aybaşının müəyyən dövründə baş verir. Aybaşı siklinin müəyyən dövründə, yəni 10-cu gündən 15-ci gün ərzində, 15-16-cı gün ərzində ovulyasiya prosesi baş verir. Belə ki, dominant follikullar inkişaf edir yumurtalıqlarda və onlar vaxtında müəyyən ölçüyə çataraq partlayır və orada mayalanma qabiliyyəti olan yumurta hüceyrələr xaric olur. Kişi cinsi hüceyrələri olan spermatozoidlərlə həmən o mayalanma qabiliyyəti olan yumurta hüceyrələrinin birləşməsi və yeni dölün, yəni embrionun meydana gəlməsinə, həyata gəlməsinə və insan həyatının ilk anlarının başlamasına gətirib çıxarır. Mayalanma baş verdikdən sonra borular vasitəsilə mayalanmış yumurta hüceyrə artıq gəlib uşaqlıq boşluğuna düşməli və beləliklə insan həyatının uşaqlıqda inkişafı başlayır.